Hamınıza salam dostlar. Bu videoda Xiaomi 17 Ultra adlı telefonu inceleyirik və həmən başlaya bilərik. Dostlar, bu videoya keçməmişdən əvvəl sizdən bir xahişim var. O da odur ki, videoya like ataraq kanala abunə olmağı unutmayın. Odur ki, başlayaq. Dostlar, telefon yeni çıxıb daha. Yəni keçən ay çıxıbdı. Leica linza ilə zaten gəlir kamerası və AMOLED ekranının da öz gözəlliyini siz görürsünüz. İnce çərçivələr, arxa tərəfinin nə bilim belə şüşə olmaması, belə plastik, amma keyfiyyətli plastik materialdan istehsal olmasa diqqət çəkir dostlar. 5G-ni dəstəkləyən telefonumuz fevral ayında istehsal olub və martda satışa çıxıb. 220 qramdır bu telefon və IP68 və 69 sertifikatlarına sahibdir. Bu da o deməkdir ki, suya qarşı dayanıqlıdır. Yəni daha doğrusu su altında da dayana bilər, su keçirməyən bir telefondur. AMOLED ekranı var mövcud olaraq və bu AMOLED ekran AD ekranı deyil, HDR10 Plus'dur və 120 Hz bir ekrandır. Full HD Plus'dan da biraz yuxarı ekran imkanları mövcuddur və 416 ppi-lik yüksək piksel sıxlığına sahibdir. Xiaomi'nin öz istehsal elədiyi də belə qoruma var bu ekranda. Yəni Gorilla Glass falan deyil. Android 16 ilə gələn telefonumuz HyperOS 3 ilə işləyir və Adreno 840 kimi, Snapdragon Elite 8 Elite Gen 5 kimi yüksək performanslı, Orion memarili yüksək frekanslarda işləyən, yüksək performanslı bir prosesorla işləyir dostlar telefon. Bu da görüb görə biləcəyiniz hər şeydən daha güclüdür. Amma bunu da birazdan mən mənfi tərəflərini sizə deyəcəm. Dostlar, telefonumuzun kameraları da çox güclüdür. Yəni optik stabilizasiyalı 50 megapiksellik kamerası var. Məsələn 200 megapiksellik optik zoom, hətta necə deyim, yüksək dərəcədə güclü bir kamerası mövcuddur. Bu da f2.4 diafragmadır. Ancaq baxmayın, buradakı linzalar çox keyfiyyətli olduğuna görə çox yüksək şəkillər çəkə bilirsiniz, güclü. 8K 30 FPS, 4K 120 FPS kimi video çəkir dostlar. Hətta 1080-1920 FPS-ə qədər video çəkir bu telefon. Çox güclü prosesoru var həqiqətən. Ön kameramız da f2.2 diafragmadır, 50 megapiksel, 4K hətta 30-60 FPS video çəkir. 1080-120 FPS video çəkir dostlar. Yəni inanılmaz bir şeydir bu. Loud speaker, yəni stereo speaker mövcuddur. 3.5 mm'lik qulaqçı şirəsi də yoxdur. Wi-Fi zadı var, onu bilirsiniz, hamısında olur. Zaten Wi-Fi'nin bütün növləri var, hətta yeni versiyalarda mövcuddur. Daha stabil bağlantı üçün. NFC mövcuddur dostlar. Təbii ki də bu telefonda olmayası şey deyil. İnfraqırmızı portu da var təbii ki. Telefonu pult kimi də istifadə edə bilərsiniz və USB Type-C-nin daha yeni 3.2-ci generasiyasıdır. Bu daha sürətli zaryadkanı dəstəkləyir. Həm də daha yüksək, necə deyək, OTC dəstəyi mövcuddur. Yüksək data transferi də buradan edə bilirsiniz. Prosesora görə batareyası da həqiqətən yaxşıdır, 6000 mAh-dır. Ancaq biraz telefonu ağır eləyir bu. Həmçinin də alüminium çərçivə var. Dostlar, 50 W'lıq, 90 W'lıq versiyalar var bu telefonun. Yəni 90 Watt kabelli, 50 Watt kabelsiz, 22.5 Watt da məsələn paylaşıla bilər bir enerji dəstəyi mövcuddur. Bu da telefondakı yaxşı xüsusiyyətdir. Dostlar, telefonun yəni Antutu halında görmüş olduğunuz kimi 3.696.224'dür. Hətta bir çox telefonun 10 qatı, hətta belə deyim, 10 qatı da demək biraz yalandır. 4-5 qatı daha güclü bir telefondur bu. Hətta bir çox telefondan daha güclüdür. 6 dərəcəlik, 4.6 dərəcəlik bir istilik var. Bu da prosesorun çox isindiyini göstərir. Baxmayaraq ki, aşağı nanometrdə işləyir. Yəni bu yəni hər cür şeyə yarayır. Bu telefon çox güclü bir telefondur əslində. Ancaq throttling-ə qalanda performansımız çox aşağı düşür dostlar. %60 səviyyələrinə qədər throttling olduğunu burada görürük. Bu da yüksək istilikdən qaynaqlanır dostlar. Telefonun soyutma sistemini çox da önəm verməyiblər. Ona görə əslində soyutma sistemini önəm versəydilər, telefon daha yaxşı soyuyar və daha yüksək performanslı, daha uzun müddət işləyə bilərdi. Yəni bu dərəcədə görmüş olduğunuz kimi yüksək istiliklərə çıxmazdı. Yəni 46 dərəcə harda, 41 dərəcə harda, yəni 5 dərəcəlik istilik artışı mövcuddur. Bu da yüksək dərəcədə isinməsinə gətirib çıxarır prosesorun, amma prosesorumuz enerji effektiv olduğuna görə sadəcə 6% enerji itirib. Bu da öz yerində çox gözəl bir nəticədir. Dostlar, bu videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Videoya like ataraq da kanala abunə olmağı unutmayın. Bu sizin öz tərcihinizdir. Nəsə, sağ olun.